Şimali Koreyada bəzən gülmək belə qadağandır. Liderlərin ölümü ildönümündə insanlar bir neçə gün ərzində gülə bilməz. Bu qaydanı pozanlar həbs oluna bilir. Bu ölkədə Google, YouTube və Facebook kimi saytlar yoxdur. İnsanlar yalnız dövlətin icazə verdiyi bir neçə yerli saytlardan istifadə edə bilirlər. Televiziyada yalnız 3 kanal var və hamısı dövlətin nəzarətindədir. Bu kanallarda yalnız liderlərə təriflər deyilir. Heç bir xarici film və ya müstəqil xəbər verilmir. Şimali Koreyada insanlar yalnız dövlətin müəyyən etdiyi 28 sas düzümündən birini seçə bilər. Bu qaydanı pozmaq ictimai narazılıq kimi qəbul olunur. Dini kitablar, xüsusilə Quran və İncil ölkədə tamamilə qadağan edilib. Bu kitabları saxlamaq və ya yaymaq ağır cəzaya, hətta ölümə səbəb ola bilər. Şimali Koreyada avtomobil sahibi olmaq çox az insana nəsib olur. Küçələrdə isə demək olar ki, maşın görmək mümkün deyil. Bu ölkədə maşın sürmək üçün xüsusi icazə lazımdır. Şimali Koreyada 2025-ci il yox, 113-cü ildir. Çünki təqvim sistemi ölkənin ilk lideri Kim Il-sung'un doğum tarixindən hesablanır. Məktəblərdə uşaqlar müstəqil musiqi deyil, dövlətə həsr olunmuş mahnılar oxuyurlar. Bütün təhsil sistemində vətənpərvərlik və liderə sədaqət əsas mövzudur. Şimali Koreyada ölkədən qaçmaq dövlətə xəyanət sayılır və bu ölüm cəzası ilə nəticələnir. Qaçmağa çalışan insanlar tutulduqda ya edam olunur, ya da əmək düşərgələrinə göndərilir. Şimali Koreyada liderlərə qarşı hər hansı hörmətsizlik ən böyük cinayətlərdən biri hesab olunur. Bir zarafat, şəkil cırmaq, hətta adını düzgün deməmək belə insanların həyatını riskə ata bilər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Şimali Koreya haqqında daha çox maraqlı məlumat öyrənmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.